Yeni Yasamalda 77 nömrəli avtobusun son dayanacağına yaxın 17 mərtəbəli binanın 14-cü mərtəbəsində 60 kvadrat ümumi sahəyə malik 2 otaqlı düzəlmə, yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzilin giriş qapısındayıq. Baxın, belə bir dəhliz hissə var. Sanitar qovşağı, qonaq otağı, qarşısında mətbəx hissəsi, yataq otağı, dəhliz hissəsi, o sağ hissədə yığılmış qardırob hissəsi yerləşir. Döşəmədə qranit mərmər və istifadan istifadə olunur. Sol hissədən sizlərə təqdim edək. Hamam tualet hissəsi yerləşir burada. Lazım olan aksesuarlarla da təmin olunur. Baxın, belə bir gözəl sanitar qovşağı yerləşir. Qazı, suyu, işığı daimidir, sənəd qupçadır. Dövlət ipotekasına tam yararlı bir mənzildir. Burada mənzilin qonaq otağı yerləşir. Baxın, belə bir gözəl qonaq otağı var. Qarşısı açıq, gün düşən, əla panoraması olan bir mənzildir. Baxın, bu şəkildədir. Qonaq otağını bir daha sizlərə təqdim edim. Orada isə aksesuar yığmaq üçün ayrılmış zolaq hissə mövcuddur. Burada mənzilin mətbəx hissəsidir. Yığılmış mətbəx hissəsi, döşəmə, qranit mərmər və istifol keyfiyyətli materiallar əsasında təmir olunmuş bir mənzildir. Dəyərli izləyicilərimiz, baxın, mətbəxində görürsünüz. Gözəl bir mətbəx hissə var. Bir daha sizlərə göstərirəm. Soyucu üçün ayrılmış zolaq hissə var. Paltaryan üçün ayrılmış zolaq hissə var. Kifayət qədər genişdir. Yemək masası və skamyalar da mövcuddur. Baxın, bu şəkildədir mətbəx. Yenidən qaydırıb qonaq otağından keçək dəhliz hissəyə. Mənzilin yataq otağında sizlərə təqdim edim. Təmirdən sonra yaşayış olmayıb, dəyərli izləyicilərimiz. Burada isə mənzilin yataq otağı yerləşir. Baxın, belə bir yataq otağı var. İkinci işıqla mətbəx hissəyə açılır. Baxın, belə bir gözəl yataq otağı. Orada isə qardırob yığmaq üçün ayrılmış zolaq hissə var. Alıb yaşamağa və yaxud da ki, kirayə vermək üçün münasib bir mənzildir. 17 mərtəbəli binanın 14-cü mərtəbəsindədir. Məktəbə, bağçaya, infrastruktura malik bir ərazidə yerləşir. Bir otaqdan 2 otağa düzəlmə kupçalı mənzil. 167 min manat başlanğıc qiymətdir. Real alıcıya endirim olunacaq. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Əlaqə nömrəmiz səhifədədir. Əlaqə saxlaya bilər. Mənzilə əyani şəkildə baxa bilərsiniz. Mənzil haqqında bu qədər. Növbə çəkilişdə görüşənədək.